Bakı şəhərində statistikanın inkişaf perspektivləri beynəlxalq layihələrin rolu mövzusunda 3-cü Beynəlxalq Statistika Forumu və Azərbaycanın sədrliyi ilə MDB iştirakçısı olan dövlətlərin statistika xidmətlərinin rəhbərləri şurasının növbəti iclası keçirilir. Mötəbər beynəlxalq tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin forum iştirakçılarına müraciətini səsləndirib. Ümumdünya Statistika Günü ərəfəsində keçirilən forumun dövlətimizin beynəlxalq imicinin möhkəmlənməsi, statistika sahəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi, habelə Azərbaycanın sosial, iqtisadi, mədəni və siyasi sahələrdə əldə etdiyi nailiyyətlərin nümayiş etdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. Daha sonra MDB İcra Komitəsi sədrinin müavini Denis Trefilyov, MDB Dövlətlərarası Statistika Komitəsinin sədri Konstantin Laykam, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının Statistika şöbəsinin direktoru Tina Luigi, Dünya Bankının Qlobal Beynəlxalq Müqayisələr Proqramının rəhbəri Marko Olaverisani çıxış edərək foruma müxtəlif ölkələrin statistika qurumlarının, beynəlxalq təşkilatların, elmi idarələrin nümayəndələrinin bir araya gətirilməsi, statistika sahəsində qabaqcıl bilik və təcrübələrin mübadiləsi, yeni hədəflərin müəyyən edilməsi, eləcə də birgə layihələrin təşviqi, qlobal statistik təşəbbüsləri inteqrasiya və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini bildiriblər. 3 gün davam edəcək forumda Milli Hesablar Sistemi 2025, valyutaların alıcılıq qabiliyyətinin paritet əsasında beynəlxalq müqayisələr proqramı, əhali və mənzil fondu siyahıya alınmasının 2030-cu mərhələsi, dayanıqlı inkişaf məqsədlərinin monitorinqi, həmçinin sahə və çox sektorlu layihələrlə bağlı məsələlər müzakirə olunaraq, informasiya texnologiyaları, statistik məlumatların inteqrasiyası, statistikada səriştəliyin inkişafı ilə əlaqədar layihələrin effektivliyi qiymətləndiriləcək. Şuranın iclası zamanı isə onun son 3 ildəki fəaliyyəti, MDB statistikasının inkişafı layihəsinin icra vəziyyəti, perspektivləri və digər məsələlər müzakirə olunub. MDB ölkələrinin statistika orqanları yeni çağırışları və tələbləri nəzərə alaraq metodologiyanı təkmilləşdirməlidir. Bakıda forumda 19 ölkənin statistika orqanlarının həmçinin statistika məsələləri ilə məşğul olan beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Həyat son dərəcə dinamikdir. Rəsmi statistikanın operativ şəkildə qiymətləndirməli olduğu yeni hadisələr meydana çıxır. Biz bununla məşğuluq. Bu çox çətin bir çağırışdır. Metodologiyanı hazırlamaq lazımdır. Ona görə də biz bugün statistika metodologiyanın inkişafı ilə məşğul olacağıq. Statistika orqanları üçün ikinci mühüm və ən çətin çağırış cəmiyyətin rəqəmsallaşmasıdır. Bilirsiniz ki, həm biznes, həm şəxsi həyat, həm də ictimai həyat rəqəmsal formaya keçir. Bu bəzən alternativ statistika təqdim edən nəhəng bir məlumat axınını yaradır. Statistika orqanları bu məlumatların necə formalaşdığını, hansı metodologiyadan istifadə edildiyini, hansı yollarla araşdırma aparıldığını anlamalıdır. Bundan əlavə süni intellekt daha da yüksək sürətlə bizə yeni alternativ məlumatlar, yeni alternativ statistika formalaşdırır. Buna görə də onlarla necə işləmək və onları yaymaq barədə anlayışımız olmalıdır. Ziya Hikmətoğlu, Rəsul İsayev, Səs TV Xəbər.